وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ. Bu böyük siyasi bir mənaya daşıyan ayədir, fəlsəfi ayədir. Bu ayədə Allah məfhumu demək olar ki, bəşəriyyət üçün açılır. O, müsəlmana müraciət edir. Deyir ki, de, Allah təkdir. Yəni, sözsüz ki, Allah məfhumu tək olar. Vallahu samad. Samad sözü böyük, güclü, möhtəşəm və s. çox mənalı bir sözdür. Yəni, Allah olduqdur, qüdrətlidir, bəli. Ləm yəlit və ləm yulət. Bu, Allah məfhumunun tam mənşəyini açır. Deyir, nə doğulubdur, nə də doğubdur. Yəni, bu ilahi qüvvədir. Bu, insana bənzər bir qüvvə deyil. Bunu insanlaşdırmaq düzgün deyil. Və ləm yakun ləhu kufuvan əhəd. Və ona oxşar da dünyada heç bir şey yoxdur. Baxın, görün, bu 4-5 sətirdə Allah məfhumu nə qədər güclü və nə qədər, məsələn, açıq aydın açılıbdır. O biri surə, bunu da hamı bilir, hamı deyir, amma hamı mənasını daşımır. Məsələn, bu Fatihə surəsi. Oradakı olan o gözəl sözlər. Məsələn, deyir, Allaha müraciət edir, dua edir. Deyir ki, ehdinə siratal müstəqim, siratal-ləzine ən'amtə aleyhim, qeyrəl məğdubi aleyhim, vələd-dallin. Müsəlman Allaha müraciət edir, deyir ki, məni sənin deməli mərhəmət etdiyin, yaxşılıq etdiyin insanların yolu ilə apar, düz yolla apar. Qəzəb etdiyin insanların və azğınların yolu ilə mənə aparma. Nə qədər gözəl, nə qədər güclü duadır bu. Duanın mahiyyəti gözəl. Bəli, ona görə məsələn müsəlman bunun mahiyyətini başa düşüb, dərk edib Allaha müraciət edəndə o daxiləndə güclü olur və məsələn o xalq üçün və İslam dini üçün hər bir məsələn hər bir addıma, hər bir işə hazırdır. İslam adı ilə mən Əlcəzairdə xidmət etmişəm. Mən Əlcəzair xalqına böyük hörmətim var. Əlcəzair xalqı 1 milyon qurban verdi. İslam bayrağı altında Fransanın əleyhinə vuruşaq. Bu dəqiqə məsələn Çeçenistanda Çeçenlər Allaha, İslama olduqca sadiq adamlardır. Özlərini mücahid elan edib ölümdən qorxmadan döyüşürlər. Bütün dünya bilir ki, onlar kimi cəsarətli döyüşkən bəlkə də yer kürəsində yoxdur. İslam dini insanın özünə inamını gücləndirir. Məsələn, bu dəqiqə qərbdə müasir sivilizasiyanın iyrənc tərəfindən iyrənən adamlar İslamı qəbul edir. İngiltərədə minlərlə adamlar, bəlkə də 10 minlərlə adamlar İslama keçiblər. Məsələn, mən hesab edirəm ki, bu Məhəmməd Əlinin, Cassius Clay-in atdığı addım İslama böyük bir xidmətdir. Çünki o böyük bir məsələn sport boksçu olubdur. Bütün dünya onu tanıyıbdır, müsəlmanlığa keçib. Taysonun özü də müsəlmanlığa keçib, bəli. Həbsxanada. Bəli, həbsxanada o da müsəlmanlığa. İslam dininin gücü bundadır.